Salam, əgər siz də mağazalarda satılan şokoladlardan heç də fərqlənməyən Bounty şokoladı hazırlamaq istəyirsinizsə, onda videoma diqqətlə baxın. 3 stakan kokosun üzərinə bir banka qatılaşdırılmış süd əlavə edib yaxşıca qarışdırıram. Qatılaşdırılmış südlə kokos tam bir-birinə keçəndən sonra artıq forma vermək asan olursa başlayırıq hazırlamağa. Öncədən əlimə su vururam ki, kokos əlimə yapışmasın. Daha sonra hardasa bir yemək qaşığı kokosdan götürüb Bounty şokoladının formasını verməyə başlayıram. Forma verdikdən sonra hardasa 1 saat soyuducuda gözlədirəm. Daha sonra soyuducudan çıxartdığım kokosları benmari üsulu ilə əritdiyim şokolada yaxşıca bulayıram. Sonra isə Bounty şokoladının üzərində olan naxışı vermək üçün çay qaşığından istifadə edirəm. Naxışlarını da vurduqdan sonra yenidən soyuducuya qoyuram ki, yaxşı bərkisin. Və budur, artıq Bountylərimiz hazırdır. Servis edirik. İnanın ki, dadı çox möhtəşəm idi. Evdə mütləq sınayın. Yorum yazıb bəyənməyi də unutmayın.